Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvənin parlamentə daxil olması bir şeyi göstərir. Kreml ilk dəfə Ermənistan parlamentinə daxil oldu. Telegraf xəbər verir ki, bunu Ermənistanın Xristian Demokrat Partiyasının sədri Levon Şirinyan deyib. Siyasətçi qeyd edib ki, oliqarxın rəhbərlik etdiyi blokun adı güclü Ermənistan olsa da, seçkilərin nəticələri onların heç də güclü olmadığını sübut edir. Ruslar öz əlaltılarını ermənilərə qarşı istifadə edir. Sonda isə onları fiziki cəhətdən məhv edirlər. İstifadə edib kənara atırlar, alçaldırlar. Rusiyanın onları güllələməyəcəyinə zəmanətləri varmı? Kölələri həmişə axırda qurban verirlər. Şirinyan bildirib ki, bu adamlar ağızlarından köpük gələ-gələ Ermənistan və Azərbaycan arasında sülh prosesinə qarşı mübarizə aparırlar. KGB agentləri və Rusiyapərəst qüvvələr Ermənistanı Moskva üçün xilas etmək istəyirlər. Səfir Sergey Koprikinin kimin evinə getdiyinə diqqət etmək lazımdır. Bunlar Ermənistanı daimi sarsıntılar içində saxlamaq istəyirlər. Bugün Ermənistanda mafiya inqilabdan danışır, halbuki başqa ölkələrdə mafiyaya qarşı mübarizə aparılır. Partiya sədri təkcə radikal müxalifət liderlərinə qarşı Ermənistandan çıxış qadağasının tətbiqini düzgün hesab etmir, həm də onların həbs edilməli olduğunu vurğulayıb. Robert Köçəryana təkcə ölkədən çıxış qadağası qoyulmamalıdır, hətta ölkə daxilində də hərəkət edə bilməməlidir. Bunlar qaçmaq istəyirlər. Hüququn çəkici işləməlidir. Hara getsələr yaxalarından tutub geri qaytaracaqlar. Rusiyanın prezidenti Vladimir Putinin indiyədək Ermənistan baş naziri Nikol Paşinyana təbrik məktubu göndərməməsinə gəlincə, Levon Şirinyan əlavə edib. Putin seçkilərin nəticələrindən narazıdır. Çünki Ermənistanda hakimiyyəti ələ keçirmək, Paşinyanı devirmək istəyirdi, amma bacarmadı. Təbrik etmədiyinə görə Putinə təşəkkür edirəm. Çünki bu bizə şərəf gətirən bir şey deyil. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.